Sabahınız xeyir olsun əzizlərim. Bugün mən sizə sadəcə bir xəbər çatdırmaq üçün yox, ürəyimdəki ağrı, gözlərimdəki narahatlıq və haqsızlığa qarşı çıxmaq üçün bu videonu hazırlamışam. Bu xəbər bizim qocaman, zəhmətkeş, ömrünü bu vətənə, bu torpağa həsr etmiş ağsaqqallarımız, ağbirçəklərimiz, dəyərli nənələrimiz və babalarımız üçündür. Qulaq asın, çünki bu sizin həyatınız, sizin ləyaqətiniz, sizin zəhmətinizin qiyməti ilə bağlıdır. Düşünürsünüz ki, gecənin bir aləmi soyuqda qapı baza gözətçisi kimi çalışırsınız. Ya da gündüzlər kiminsə evini, ofisini təmizləyirsiniz. Bəlkə də bazarda bağınızdan yığdığınız göyərtini satırsınız ki, o cüzi pensiya ilə dolana bilməyəsiniz, övladlarınıza, nəvələrinizə yük olmayasınız. Xeyr əzizlərim, sizin o zəhmətiniz indi bəxtin açıq olsun yox, cərimə kağızı gətirə bilər. Bu günlərdə dövlət kabinetlərində müzakirəyə çıxarılan yeni bir qayda var ki, əgər bu qayda qəbul olunsa, işləyən təqaüdçülərin pensiyasının əsas hissəsi 30%-ə qədər kəsilə bilər. 30%. Bu o deməkdir ki, hər ay qazandığınız o qəpik quruşun da üstünə qara kölgə düşəcək. Hətta qeyri-rəsmi işlədiyiniz hər ay üçün sizə 300 manata qədər cərimə yazıla bilər. Bu sadəcə söz deyil. Bu sizin cibinizə, sizin gələcəyinizə birbaşa təsir edəcək bir təhdiddir. Deyirlər ki, müfəttişlər bütün müəssisələrdə işçi siyahılarını yoxlayacaqlar. Bu o deməkdir ki, heç kim arxayın ola bilməz. Siz ömrünüzü bu vətənə, bu torpağa, bu dövlətə sədaqətlə xidmət həsr etdiniz. O illəri xatırlayın. Necə zəhmət çəkdiniz, necə gecələr yatmadınız, necə səhərlər tezdən durdunuz ki, övladlarınızın sabahı parlaq olsun. Kolxozda, savxozda, fabrikdə, zavodda, təhsil ocağında, səhiyyə sistemində, hər yerdə sizin alın təriniz var. Siz özünüzə bir qəpiyə ayırmadınız, hər şeyi övladlarınız, nəvələriniz üçün yığdınız. Qohum əqrəba arasında sözünüz həmişə qəbul olundu. Ağsaqqal, ağbirçək adını qazandınız. Hər çətin gündə ailənizə, yaxınlarınıza arxa oldunuz. İndi isə o cüzi pensiya ilə dolanmaq mümkünsüz olanda, siz məcbur qalıb o yaşında gecənin bir aləmi soyuqda, yağışda, tozda gedib işləyirsiniz ki, o nəvənizə bir şokolad alasınız, o körpəyə bir oyuncaq bəxş edəsiniz. Ya da övladınıza yük olmayasınız, onun ailə büdcəsinə biraz da olsa kömək edəsiniz. Bəlkə də Rusiyada, Türkiyədə işləyən övladınız var, amma onların da öz çətinlikləri var. Hər şeyi onlardan gözləmək olmur axı. Və indi dövlət sizə deyir ki, o zəhmətimiz üçün sizi cəzalandıracaq, pensiyanızdan kəsəcək. Bu sizi incidən, dərindən yaralayan bir cümlə deyilmi? Mənə deyin əzizlərim, siz necə dolanırsınız? Necə əlavə qazanc əldə edirsiniz ki, bu gününüzü yola verəsiniz? Bu haqsızlığa qarşı ürək sözlərinizi, yaşadığınız çətinlikləri, hansı işlərdə çalışdığınızı, hansı çətinliklərlə üzləşdiyinizi bu videonun altında yazın. Qoy hər kəs görsün. Qoy hər kəs sizin nə dərəcədə zəhmətkeş, nə dərəcədə dözümlü olduğunuzu bilsin. Əziz tamaşaçılar, əgər siz də bu haqsızlığa qarşı çıxmaq, öz hüquqlarınızı bilmək və bu cür vacib məlumatları qaçırmamaq istəyirsinizsə, onda kanalımıza abunə olmağı unutmayın. Çünki bu məlumatlar sizin sabahınız üçün həyati əhəmiyyət kəsb edə bilər. Gəlin xatırlayaq əvvəllər necə idi. Bir neçə il əvvəl işləyən təqaüdçülər üçün müəyyən güzəştlər var idi. Dövlət Sosial Müdafiə Fondu, yəni qısaca DSMF, pensiyaların hesablanması və ödənilməsi məsələlərində işləyən pensiyaçılara qarşı müəyyən qədər loyallıq nümayiş etdirirdi. Əgər bir təqaüdçü işləyirdisə, o öz pensiyasını tam şəkildə alırdı və əlavə qazancla bağlı hansısa cərimə və ya kəsilmə riski ilə üzləşmirdi. Çünki məntiqlə belə düşünülürdü ki, əgər bir insan pensiya yaşına çatıbsa, amma hələ də işləməyə məcburdursa, deməli onun pensiyası dolanışığına kifayət etmir. Bu halda dövlət ona dəstək olmalı, ona mane olmamalıdır. Bu, sadə bir sosial ədalət prinsipi idi. Təqaüdçülər də öz növbəsində dövlətə yük olmamaq üçün öz gücləri daxilində çalışırdılar. Onlar həyatları boyu dövlətə vergi ödəyiblər. Əmək haqlarından kəsilən sosial sığorta haqlarını ödəyiblər. Yəni bu pensiyalar onların öz zəhmətlərinin bəhrəsi idi, sədəqə deyildi. Bəs indi? İndi isə vəziyyət kökündən dəyişmək üzrədir. Bu yeni layihə əzizlərim, əksər təqaüdçülərimiz üçün, xüsusən də ucqar bölgələrdə, kəndlərdə, rayonlarda yaşayanlar üçün daha ağır bir zərbə olacaq. Bakıda, Rusiyada, Türkiyədə, yəni ölkənin böyük şəhərlərində və ya xaricdə işləyən övladları olan nənələr, babalar, onların övladları da hər zaman onlara kömək edə bilmir. Çünki onların da öz ailələri, öz çətinlikləri var. Bu səbəbdən də bizim böyüklərimiz məcburdular ki, özlərinə əlavə qazanc yolu tapsınlar. Çox vaxt bu qeyri-rəsmi işlər olur. Çünki onların yaşlarına və sağlamlıqlarına uyğun rəsmi iş tapmaq demək olar ki, mümkün deyil.
İndi hökumət deyəsən büdcədəki boşluqları doldurmaq istəyir. Amma kimin hesabına? Sizin hesabınıza. Özünü müdafiə edə bilməyən, səsi zəif çıxan insanların hesabına. Düşünün, neft sərvətləri ilə zəngin olan bir ölkədə müstəqil Azərbaycanın təməlini qoyan, onu bu günə çatdıran ağsaqqallarımız, ağbirsəklərimiz öz pensiyaları ilə dolana bilmirlər. Bu sadəcə iqtisadi bir məsələ deyil, əzizlərim. Bu, mənəviyyat məsələsidir. Bu, bizim dövlət olaraq öz böyüklərimizə olan münasibətimizin göstəricisidir. Bəs kimlər bu yeni qaydalarla risk altındadır? Praktiki olaraq bütün işləyən təqaüdçülər risk altındadır. Lakin xüsusilə də rəsmi şəkildə qeydə alınmamış işləyənlər. Kimlərdir bunlar? Kəndlərdə bostan becərib, bazar satıcılığı edən nənələr, şəhərlərdə evlərə gedib təmizlik işləri görən qadınlar, bağbanlar, gecə növbəsində mühafizəsi işləyən kişilər, dayələr, xəstə baxanlar, bəzən hətta kiçik dükanlarda köməkçi kimi çalışanlar. Onlar 300 manata qədər cərimə ilə özləşə bilərlər. Təsəvvür edin, o 300 manat bəlkə də bir neçə ay yıldığı qazancdır. Bu onları daha da çətin vəziyyətə salacaq. Bəzi hallarda isə bəli, pensiyaların müəyyən kateqoriyalarında cüzi artımlar ola bilər. Məsələn, minimum pensiya məbləği yenə biraz yüksəldilə bilər. Amma bu, işləyən təqaüdçülərin pensiyasının kəsilməsi və cərimələnməsi yanında heç nədir. Bu cüzi artımlar onların itirəcəkləri məbləğin yanında tamamilə yoxa çıxacaq. Bu, bir əli verib, o biri əli alan, hətta üstəlik cəzalandıran bir siyasətə bənzəyir. Mənim dəyərli böyüklərim, mən sizinlə bəzi həyat hekayələrini bölüşmək istəyirəm. Bunlar sadəcə fərziyyə deyil, bunlar bizim hər gün rast gəldiyimiz real insan talelərdir. 7 yaşlı nəvəsinin məktəb ləvazimatlarını almaq üçün gecə-gündüz çalışan 72 yaşlı nənə Firəngizi düşünün. O kənddə Lənkəranın ucqar bir kəndində yaşayır. Qohun əqrəbası Bakıdadır, bəziləri Rusiyadadır. Amma hər kəsin öz dovanışıq çətinliyi var. Nənə Firəngizin yeganə gəliri 280 manat pensiya idi. Bunun 100 manatını qaz pulu, işıq pulu, su pulu təşkil edirdi. Qalan 180 manatla ayın sonuna qədər yaşamaq. Bu sadəcə sağ qalmaq idi, yaşamaq yox. Hər səhər tezdən durar, öz balaca bağçasında yetişdirdiyi göyərtiləri, cəfərini, şüyüdünü, reyhanını yığar. Sonra da təndirdə bişirdiyi nazik lavaşları bir səbətə yığıb rayon mərkəzindəki bazara gedərdi. Bəzən soyuqdan, bəzən istidən şikayət etsə də, üzündən təbəssüm əskik olmazdı. Çünki o bilirdi ki, bu gün qazandığı 5-10 manatla nəvəsi anarın dəftər qələmini alacaq. Bəlkə də biraz da özünə dərman pulu yığacaqdı. Hər bir manatı qənaətlə xərcləyərdi. İndi ona deyəcəklər ki, sən bu zəhmətinə görə cərimələnirsən, pensiyan kəsilir, bu ədalətlidirmi? Bu qadın ömrünü kolxozda pambıq tarlasında keçirib, öz sağlamlığını bu torpağa verib. İndi o dövlətə yük olmamaq üçün çalışırsa, onu niyə cəzalandırmalıyıq? Ya da 68 yaşlı Baba Nərmanı xatırlayın. O Bakıda bir binanın qarşısında gecə gözətçisi işləyir. Pensiyası cəmi 300 manatdır. Hər ay uzaq rayonlardan gəlmiş övladlarının Bakıda kirayə qaldığı evlərin kirayə haqqına, məvələrinin məktəb xərclərinə kömək etmək üçün bu işdə qalır. Gecələr yatmır, binanın ətrafında gəzir, maşınlara baxır. Bəzən soyuqdan titriyir, amma şikayətlənmir. Çünki bilir ki, bu pul ailəsinə dəstək olacaq. Özü üçün heç nə istəmir. Sadəcə ailəsinə arxa olmaq istəyir. Qohum əqrəba arasında sözü keçən bir ağsaqqal kimi o həmişə nəsihət verər. Hamıya kömək etməyə çalışardı. İndi onun yuxusuz gecələri, qazandığı qəpik quruş hədəflənir. Onun kimi minlərlə baba, minlərlə ağsaqqal var ki, bu gündə öz ailələrinə arxa olmaq üçün canla başla çalışır. Onların bu zəhmətini, bu fədakarlığını necə cəzalandırmaq olar? Bu sadəcə pensiya kəsilməsi deyil, bu onların ləyaqətinin, illərlə çəkdiyi zəhmətinin tapdalanmasıdır. Onlar heç vaxt dövlətə yük olmaq istəməyiblər. Onlar həmişə vergi ödəyiblər. Əmək haqqından kəsilən sosial sığortanı ödəyiblər. İndi isə qocalanda, ən ehtiyaclı olduqları zamanda onlara arxa çevrilir. Belə olmaz axı. Bu sadəcə bir qanun maddəsi deyil. Bu bizim cəmiyyətimizin dəyərlərini sarsıdan bir qərardır. Bizim adət-ənənəmizdə böyüyə hörmət, ağsaqqala ehtiram ən uca yerlərdən birini tutur. Bu qərar isə o dəyərləri ayaqlar altına atır. Mənim dəyərli böyüklərim, bu haqda nə düşünürsünüz? Bu yeni qərarla üzləşsəniz nə edərsiniz? Necə mübarizə aparardınız? Öz hüquqlarınızı qorumaq üçün hansı addımlar atardınız? Hər birinizin fikri bizim üçün dəyərlidir. Hər birinizin sözü bir nidanızdır. Yazın şərhlərdə, qoy səsimizi eşitsinlər. Qoy sizin yaşadığınız çətinlikləri bütün Azərbaycan bilsin. Bəs bu vəziyyətdən necə çıxmaq olar? Nə etmək lazımdır? Hüquqi cəhətdən hansı addımlar atmaq olar? Birinci addım, hüquqi yardım alın.
Özünüzü tək hiss etməyin. Bu cür məsələlərdə peşəkar hüquqşünas məsləhətinə ehtiyacınız var. Bölgələrdə yaşayanlar öz yerli bələdiyyələrinizə, rayon icra hakimiyyətlərinə müraciət edin. Onların nəzdində hüquqi yardım göstərən mütəxəssislər ola bilər. Və ya mənim kimi hüquqşünaslara müraciət edin. Biz bu məsələlərdə sizə dəstək olmağa hazırıq. İkinci addım. Bütün iş müqavilələrinizi, əmək kitabçalarınızı və pensiya sənədlərinizi diqqətlə yoxlayın. Əgər rəsmi şəkildə işləmisinizsə, bütün sənədlərinizin qaydasında olduğundan əmin olun. Əgər hər hansı bir boşluq, çatışmazlıq varsa, onu mümkün qədər tez aradan qaldırın. Çünki sənədlər sizin haqqınızın sübutudur. Üçüncü addım. Qeyri-rəsmi işləyənlər. Mən bilirəm ki, bu çox çətindir, amma bu yeni qərar qəbul olunarsa, qeyri-rəsmi işləməyin riskləri dəfələrlə artacaq. 300 manat cərimə, əlavə olaraq pensiya kəsilməsi. Bu böyük bir riskdir. Mümkün qədər rəsmi şəkildə işləmək yollarını axtarın. Ya da ən azından müqavilə ilə işləməyə çalışın ki, hüquqi cəhətdən müdafiə olunasınız. Dördüncü addım. Dövlət Sosial Müdafiə Fondundan, yəni DSMF-dən rəsmi sorğu göndərin. Sizin pensiyanızın necə hesablandığı, işləyən təqaüdçülərə tətbiq olunacaq yeni qaydalar barədə ətraflı məlumat tələb edin. Rəsmi cavab tələb edin. Məktubu yazarkən, hörmətli ağsaqqallarımız, arbicələrimiz, mən sizə kömək edə bilərəm. Müraciətinizi yazılı şəkildə edin və mütləq qeydiyyatdan keçirin ki, cavab almaq üçün hüquqi əsasınız olsun. Beşinci addım, susmayın. Tək başına mübarizə aparmaq çətin ola bilər, amma kollektiv şəkildə birgə hərəkət etməklə daha böyük nəticələr əldə etmək mümkündür. Fikirlərinizi paylaşın, başqa təqaüdçülərlə danışın, qoy sizin səsiniz eşidilsin. Media orqanlarına müraciət edin, aidiyyəti dövlət qurumlarına müraciətlər yazın. Bu sadəcə sizin şəxsi probleminiz deyil, bu minlərlə insanın ortaq problemidir. Əzizlərim, bu yalnız bir xəbər deyil, bu sizin gələcəyiniz, sizin ləyaqətiniz, sizin uşaqlıqdan bu günə qədər çəkdiyiniz bütün zəhmətlə bağlıdır. Biz bu haqsızlığa göz yuma bilmərik, biz susa bilmərik. Həyatınızın ən məhsuldar illərini bu dövlətə xidmətə sərf edəndən sonra, pensiya yaşına çatdıqda o cüzi pensiya ilə dolana bilməyib, əlavə qazanmaq üçün gecə-gündüz çalışanda sizə biz pensiyanızı kəsəcəyik, əlavə qazandığınız hər qəpiyə görə sizi 300 manat cərimələyəcək desələr, siz özünüzü necə hiss edərdiniz? Mənə cavab verin əzizlərim. Bu haqsızlığa qarşı necə durmaq lazımdır? Sizin cavablarınız bizim hamımız üçün vacibdir. Öz sözünüzü deyin.